Salamlar əziz izləyicilər, hər birinizi yenidən kanalda xoş gördük. Bugünkü videomuzun mövzusu xaricdə yaşayarkən necə motivasiyalı qalmaq olar, ümumiyyətlə xaricdə necə yaxşı yaşamaq olar, xaricdəki həyatı necə, belə deyək də, direksiyonunu düzgün götürmək olar. Əvvəlcədən xahiş edirəm qəşəngdən like qoyun bu videoya, altdan şərhlərinizi yazın, dostlarınızla paylaşın bu videonu. Kim ki xaricdə təhsil yaşamla əlaqədar maraqlıdır. Bizim kanalda belə videolar həddindən artıq çoxdur. Paylaşın mütləq şəkildə qoyun o adamlar da faydalansın həmən bizim bu videolardan. Və kanala abunə olub zınqrova düyməsini basın ki, daha çox adama çıxaq, daha çox adam bizi tanısın. Və təbii ki, sayımız da artsın, mən də belə videoları çəkməyə də daha motivasiyalı olum. İlk öncə özüm barəsində desəm, mən artıq 6 ildir ki, Estoniyada yaşayıram və bir çox da ölkələrdə, əcnəbi ölkələrdə də olmuşam və bu sahədə olduqca güclü təcrübəm var deyə bilərəm. Ona görə bu kanalda da sırf belə tipli məsləhətləri paylaşıram insanlarla ki, onlar da bilsinlər. Şəxsən öz payıma deyim ki, məndə dəhşətli dərəcədə çox olub ki, mən aşırı şəkildə özümü motivasiyasız hiss eləmişəm xaricdə yaşayanda. Bəzən isə elə hisslərim olub ki, mən ölkəyə geri qayıtmaq istəmişəm də, Azərbaycana geri qayıtmaq istəmişəm. Amma bundan yayınmağın bir nömrəli üsulu nədən ibarətdir? Mənim fikrimcə, sizdə həyatda məqsəd olmasa, nə istəyirsiniz eləyin, heç bir zaman siz istəyir Azərbaycan olsun, istəyir xaric olsun, heç bir yerdə siz özünüzü xoşbəxt hiss eləyən deyilsiniz. Xoşbəxt hiss eləmək üçün sizin bir nömrəli əsas olacaq şeyiniz məqsəddir. Məqsəd-ü-məram deyirəm mən bəzən. Mən belə biraz belə sazlı sözlü danışığı xoşlayıram, necə deyərlər. Ona görə də mən sırf yəni bu ifadədən daha çox istifadə edirəm. Bu məqsəd-ü-məram deyirlər. Amma bu məqsəd-ü-məramınız yoxdursa, harda yaşayırsınız, yaşayın özünüzü belə əziz hiss eləyəcəksiniz. Məqsəd-ü-məram nədir? Həmən bu məqsəd-ü-mərama bir sıra şeylər daxil ola bilər. Məsələn, ola bilsin ki, istəyirsiniz ki, ailəniz sizinlə fəxr eləsin, istəyirsiniz ki, nə bilim də, Azərbaycanda yaxşı yaşamamısınız, gəlmisiniz xaricə, məsələn, təhsil üçün, iş üçün, yaşam üçün. İstəyirsiniz ki, məsələn, burada özünüzü sübut eləyəsiniz də, burada yaxşı işləyəsiniz, pul qazanasınız, iş qurasınız ki, Azərbaycanda olan uğursuzluqlarınız sizi artıq mənasız görsənsin. Və belə tipli istənilən məqsədləriniz ola bilər və həmən bu məqsəd-ü-məram olandan sonra artıq onda sizin üçün yaşam daha yaxşı olacaq. Özünüzü daha xoşbəxt hiss eləyəcəksiniz. Artıq bəzi yaşayacağınız belə deyək də, mənfi cəhətlər sizə o qədər də təsir eləməyə bilər. Mən şəxsən öz payıma deyim ki, xaricdə yaşamağın bir sıra mənfi cəhətləri də var. Mənim ən zəhləm getdiyim şey nədən ibarətdir? Bəzi azərbaycanlılar o qədər belə loser əzik təfəkküründədir ki, kimsə xaricdə yaşamla əlaqədar, ümumiyyətlə xariclə əlaqədar nəsə pis bir şey deyirsə, yaxşı olmayan bir belə deyək də, bir komment deyirsə, bir şərh deyirsə, bütün camaat onun üstünə tökülür. Deyir ki, nə bilim də, sən DTX-nın adamısan. Yəni DTX-nın adamı belə deyiblər mənə. Yəni tam ciddi sözümdür. Bu kanalda bir-iki dəfə mən video paylaşmışdım ki, məsələn də xaricdə yaşamağın nəyi pisdir, xaricə gəlməyin və xaricə gəlməyin də cəmaata yəni ki, əmr eləmirəm. Prosta clickbait kimi qoymuşdum ki, xaricə gəlməyin. Amma eyni zamanda isə orada ondan danışıram ki, əgər sizin buranın çətinliklərinə dözəcək cəsarətiniz, duxunuz yoxdursa, belə də loru dilində desək, onda bura gəlməyin. Bəzi adamlar orada ciddi-ciddi başladılar üstümə tökülüşməyə ki, nə bilim də, sən belə xoşun gəlmir gəl Azərbaycana, nə bilim belə gic şeylər də, yəni. Nə bilim sən nəyə görə ümumiyyətlə oranı pisləyirsən, ora Azərbaycandan yaxşıdır, nə bilim sən ASTV işləyirsən, DTX-nın adamsan, yəni ciddi-ciddi belə-belə şeylər yazanlar da oldu. Bilmirəm, mırta yazdılar, yoxsa ciddi-ciddi fikirləşib yazdılar. Mırta yazdılarsa ciddi deyim ki, çox belə mənasız, çox belə gülünc olmayan bir zarafatdır, tam ciddi deyirəm. Yəni bu zarafatı eşidəndən sonra bir 5 il bəlkə də mən gülmədim. Yox, əgər ciddi-ciddi deyilibsə, bu artıq ağlamalıdır ki, bu adamlar görün nə dərəcədə cahildirlər ki, belə bir şeydə fikirləşə bilərlər. Yəni bu şeydən çox zəhləm gedir və bəzən Instagramda orada-burada da görürəm ki, xaricdə yaşayan azərbaycanlıların bəziləri xaric barəsində, yaşadıkları ölkə barəsində bir dənə mənfi nəsə deyirlərsə, dərhal Azərbaycanlılar, bəzi Azərbaycanda yaşayan əzik azərbaycanlılar düşürlər bunların üstlərinə və başlayırlar bunları parça-parça eləməyə də sözlə ki, ay nə bilim, xoşun gəlmirsə gəl bir və bir çoxsu təhqirlərdən də bəzən istifadə eləyir. Bu internetin verdiyi imkanlardan istifadə eləyərək, hansı ki, mənim fikrimcə çox şərəfsiz bir hərəkətdir. Bu mənim şəxsi fikrimdir. Amma mən yəni ki, bundan tamamilə zəhləm gedir və mən hər bir zaman açıq olmaq istəyirəm ki, bu xaricdə yaşamağın mənfi cəhətləri nədir, müsbət cəhətləri nədir? Yəni müsbəti var, təbii ki, çox sevirik xarici, yaşadığımız ölkəni çox sevirik. Amma eyni zamanda da mənfi cəhətlərini də deməliyik, çünki ən azından biz burada yaşayırıq və bura vergi veririk. Vergi də veririksə, bizdən yəni ki 22% Eston hökuməti məndən vergi tutursa, mənim fikrimcə, mənim artıq haqqım var ki, buranın mənfi cəhətləri barəsində də danışım. Hə, turist kimi gəlsəydim, o okey,
danışmazdım. Bax belə. Və elə ona görə də, yəni buranın mənfi cəhətləri barəsində danışsam, bir nömrəli olaraq onu qeyd eləyə bilərəm ki, burada aşırı şəkildə tənhalıq hiss elədiyim hallar olur və təkcə mən deyiləm, hamı belə hiss eləyir. Yəni ki, sən xarici ölkədəsən, dostun, aşnan yoxdur və yerli cəmaət üçün də sən əcnəbisən, yerli cəmaət səni çox da qəbul eləmir. Ciddi deyirəm ki, qəbul eləmir və tənhalıq yaşayırsan. Eyni zamanda bəzən pulsuzluq da yaşaya bilərsən, çünki yenə də xarici ölkədir, sənin dəstəyin yoxdur və belə olan hallarda da sənə bir nömrəli dəstək ola biləcəyi bir şey məqsəd-ü məramdır. Həmin bu mənim dediyim məqsəd-ü məram fəlsəfəsidir. Yəni başqa sözlə sənin həyatda hədəflədiyin bir şey olacaq ki, ən azından həyat deməyək, yaxın vadədə hədəflədiyin bir şey olacaq ki, ona çatmaq istəyəsən və ona çatandan sonra da artıq özünü daha da xoşbəxt hiss eləyəcəksən və heç bir şey də sənin gözünə görünməyəcək artıq. Eyni zamanda nəyə məsləhət görərdim? Xaricdə yaşayanda Azərbaycanda eləmədiyiniz bir çox şeyi eləməyə çalışın. Məsələn, Azərbaycanda nə etməmisiniz? Məsələn, mən Azərbaycanda heç bir zaman idman zalına getməmişdim. Amma bura Estoniyaya gələndən sonra demək olar ki, hər həftə idman zalına gedirəm və bu məni yaxşı hiss elətdirir özüm barədə. Eyni zamanda müəyyən bir rutinim var. Azərbaycanda belə rutinim yoxdur. Faydalı işlərlə məşğulam az çox. Biznes ideyaları məsələn beynimə gəlir, fikirləşirəm onları. Azərbaycanda bunların heç biri yox idi. Yəni Azərbaycan ciddi deyirəm ki, bir növ mənim başımdan aşağı basan bir qüvvə idi də, məsələn mən orada yaşayan vaxtları və ona görə də mən xaricdə yaşamı həmişə Azərbaycanda yaşamdan daha üstün tutmuşam. Çünki mənə xaricdə yaşam daha yaxşı olub, nəinki Azərbaycanda. Bir çox adamlar var ki, məsələn onlara Azərbaycanda yaşamaq daha yaxşıdır. Okay, bax məsələn mənim bir dostum var idi burada, indi olmasın. Estoniyada yaşamdan qəti şəkildə zəhləsi gedir. Yəni estonlardan zəhləsi gedirdi, Estoniyadan zəhləsi gedirdi. Hər gün oturub ağlayırdı ki, mən bura bax niyə gəlmişəm? Heç axırda da çıxdı getdi Azərbaycana. Normal bir dənə iş tapdı, çıxdı getdi Azərbaycana. Yəni indiyənə qədər də geri qayıtmayıb. Çünki istəmir bu ölkəni, başa düşürsüz, istəmir. Yəni elə insanlar da var da, yəni belə insanlar da var. Bunlar da var yəni. Amma eyni zamanda da mənim kimi adamlar da var ki, mən məsələn Azərbaycana heç bir zaman indidən belə mən qayıdıb yaşamaq istəmərəm də. Çünki yəni orada mənim eləyəcək artıq heç nəyim yoxdur. Mən bütün həyatımı burada qurmuşam. Məsələn, həyatımı Estoniyada qurmuşam. İnşallah bundan sonra da daha da irəli getmək istəyirəm. Azərbaycana qayıdıb orada mənim eləyəsi heç bir şeyim yoxdur. Tam ciddi və tanışım da artıq yoxdur. Hamı ilə əlaqəm kəsilib orada demək olar. Və elə ona görə də mən Azərbaycanda eləmədiyim şeyləri, Azərbaycanda yaşamadığım şeyləri burada yaşadım deyə, burada elədim deyə. Mənim Azərbaycana qayıtmaq kimi bir belə deyək də ideyam yoxdur. Ümumiyyətlə Azərbaycana qayıtmağı düşündüyüm bir şey yoxdur. Yəni başa düşürsüz və xaricdə yaşaya-yaşaya da özümü motivasiyalı hiss eləyə bilirəm. Nəsə eləmək istəyirəm, başa düşürsüz? Yəni əsas çatdırmaq istədiyim fəlsəfə bundan ibarətdir. Və bir çox da motivasiyanı öldürən şeylərdən də uzaq durmalısınız. Çox şey ola bilər bu, açığı deyim. Nə bilim də, oturub faydasız işlərlə məşğul olmaq, vaxt öldürmək, Azərbaycanda buna çöplətmək deyirlər. Belə tipli şeylərlə məşğul olmaq, nə bilim də, pis vərdişlər, siqaret, narkotik falan, gic-gic şeylər. Amma mənim fikrimcə, yəni bundan qat-qat çox motivasiyanı öldürən şey ətrafımızda düzgün insanların olmamağıdır. Mən şəxsən uzun müddət bu belə deyək də simptommu deyim, bu mənfi cəhətmi deyim, bundan çox əziyyət çəkmişəm. Və artıq o səviyyəyə gəlib çatıb ki, uzun müddətdən sonra artıq daha çox tək qalmağa daha çox üstünlük verirəm, nəinki ətrafımda kiminsə olmağa. Tam ciddi deyirəm. Çünki ətrafında boş-boş mənasız adamların olmasındansa heç kəsin olmamağı daha yaxşıdır. Ən azından özünlə baş-başa oturub nəsə bir faydalı bir şey fikirləşə bilərsən. Yəni eləyəcəyin şeylərin sayı çoxdur. Uyma. Rusların belə bir sözü var, uyma. Bax belə. Gələnlərə də bir nömrəli məsləhətim ondan ibarətdir ki, birinci növbədə Azərbaycanda eləmədiyiniz bir çox şeyləri eləyəsiniz. Və hətta hobbilər də ola bilər, gitara çalmaq, at çapmaq, nə bilim də, üzgüçülüklə məşğul olmaq, hər bir şey. Azərbaycanda eləmədiyiniz şeyləri eləyəsiniz ki, yenilik olsun və elə bil ki, həmən bu şeyi, həmən bax bu elədiyiniz şeyi sırf həyatınızın yaxşı çağları ilə, yaxşı anları ilə assosiasiya eləyəsiniz, başa düşdünüz? Onda çox yaxşı olacaq və bir də ki, təbii ki, məqsəd-ü məramınız olsun. Bax bu dediyim, yəni məqsədiniz olsun. Həyatda bir qısa vadəli bir hədəfiniz olsun. Bax belə, ümid edirəm bu video sizin üçün faydalı oldu. Abunə olub zınqrov düyməsini basmaq yaddan çıxmasın. Mənlə fərdi əlaqəyə keçib suallar vermək istəyirsə xarici yaşam təhsili ilə əlaqədar ya bu e-mail ünvanı ya da bu Instagram hesabına yazın. Siz nə istəyirsinizsə seanslar təşkil edə bilərik. Bu seanslarda istədiyiniz sualları mənə verin və mən də sizə yol göstərim. Mən də sizə məsləhət verim. Hansı universiteti seçəsiniz, hansı ixtisas seçəsiniz, bundan sonraki karyeranızı necə davam elətdirəsiniz. Bax belə tipli məsləhətləri sizə verə bilərəm və bundan maksimum dərəcədə yararlanmağa çalışın. Özünüzə yaxşı baxın. Allah amanında.